Salam, bura Kərvan Otelin əsas giriş hissəsidir. Taksilə vuranda birbaşa bu istiqamətdə gəlir. Otel 1 həftəlik qaldıq, 6 gün, 7 gecə. Otelin ümumi vəziyyəti belə orta qiymətləndirmək olar. Bu otaqların ümumi görünüşüdür. Televizoru var, kondisioneri var, ikisi də işlək vəziyyətdədir. Həm televizorda kanallar tutur, həm də kondisioner işləyir. Oteldə ən çox bol olan ağcaqanaddır. Özünüzlə mütləq şəkildə ağcaqanad dərmanı gətirin. Hamamın ümumi vəziyyətidir. Belə orta vəziyyəti var hamamın, amma hamamda çalışmayan diş şotkasıdır, diş pastasıdır, yoxdur. Fen mütləqdir, özünüzlə gətirin. Damaşnik, şəfşəfi mütləqdir, gətirin özünüzlə. Kondisioner falan hamısı işləkdir. Otaqların hamısının mənzərəsi birbaşa dənizə baxır. İstənilən vaxt belə deyək, gözəl mənzərə sizi gözləyir, istədiyiniz vaxt baxa bilərsiniz hovuza, birbaşa, dənizə birbaşa mənzərəsi var. Yeməkləridir, gündə 3 dəfədir. Təkcə səhər yeməyi açıq bufedir. İndi onun videolarını sizə göstərəcəm. Hovuz gündə təmizlənir, amma uşaqlar üçün olan hovuz isə hər gün təmizlənmir. Sular yaxşı vəziyyətdədir. Hovuzun dərinliyi də yaxşıdır. Təxminən 1.75 dərinliyidir. Hardasa bu 9 metrə enində, təxminən də bir 30 metrə uzunluğunda da böyük hovuzları var. Bu uşaqlar üçün hovuzlarıdır. Uşaqlar üçün hovuzları düzdür, attraksiyonları var, amma biraz necə deyim, orta segmentdə. O qədər də yaxşı təmizlənmirdi. Otelin ümumi görünüşüdür. Ümumi görünüşü əla vəziyyətdədir. Çox gözəl görünüşü var. Otaqların da vəziyyəti ortadır. Tam yaxşı deməzdim, orta vəziyyətdədir. Yeməkləri indi göstərəcəm sizə. Yeməklər səhər yeməkləridir. Bu vəziyyətdədir, açıq bufedir. İstədiyinizdən götürə bilirsiniz. Amma günorta yeməyi ilə axşam yeməyi belə deyil. Günorta yeməyində 2 cürə sulu yemək verirlər, 1 cürə quru yemək. Yəni sulu yeməkdən istədiyinizi seçə bilərsiniz. Quru yeməklərdən bəzən də 2 cür olur. Kartoşka, püre, sonra bulgur, makaron, sonra yadıma düşənlərdən deyəcəm sizə yenə. Düyü də olur, bir də görsən bəzən. Axşam yeməkləri tək bir dənə sulu yemək, bir də quru yemək olur əlavə olaraq. Bir də əlavə olur. Əlavə olaraq bir də olur. Salat olur. Gah paytaxtda salat olur, bolqar, biber salatı olur. Yəni başqa çeşidlər tez-tez dəyişilir. Kompot verirlər, ayran verirlər. Bütün yeməklərdə bəzən axşam yeməklərində meyvələri çox olmur. Yaxşı deyildi meyvələri. Axşamlar həddindən artıq çox boşluq olur. Dəhşət boşluq olur. Özünüzlə mütləq şəkildə nəsə gətirin. Unu, lato və digər oyunlardan hansısa gətirin. Oturmaq üçün çöldə çoxlu boş yerlər var. Kotejlər və kotejləri seçə bilərsiniz. Kotejlər çox qəşəngdir. Çöldə məsələn otura bilərsiniz istədiyiniz yerdə. İstənilən vaxt çay verirlər. Yəni onun problemi yoxdur. Hovuzdakı əlavə dost tanış gəlmək istəsə, ona əlavə 15 manat ödəməklə hovuzda çimə bilər. Yəni öz dost tanışınızı gətirə bilərsiniz. Mənfi cəhətləri odur ki, yaxında gəzəcək bir yer yoxdur. Yəni ancaq dəniz qırağıdır, başqa heç bir şey yoxdur. Axşamlar çox boşluq olur, çox sıxıcı olur belə deyək. Yəni əgər necə deyim, tam sakitçilik istəyirsənsə, tam sakitçilik çox gözəl bir oteldir, amma mən 10 üzərindən 7 verərdim.